Biz gərək dilimizdə, xüsusən də danışıqda təsadüfən işlədilən rus sözlərini, məsələn, vapşe, tak что, значит kimi sözləri də dilimizin lüğətinə daxil eləyək. Bu sözləri Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov teleqrafa müsahibəsində deyib. O bu haqda jurnalistin Azərbaycan dilində söz yaratmaq potensialı nə qədər böyükdür sualına cavab olaraq danışıb. Çünki bu sözlər artıq bizim leksikonumuzda var. Eyni zamanda mətbuatı vərəqləyib görsək ki, orada hələ də yayğın olmayan bir ingilis, fransız, ərəb, indoneziya və hind sözü varsa, onu da lüğətə daxil edə bilərik. Məhz bu cür dildə sözlərin sayını artırmaq olar. Bir var əsas lüğət fondu, dilin lüğət tərkibi, bir də var ki, dilin lüğət tərkibində ehtimal oluna biləcək söz yaradıcılığı prosesləri. Çünki biz hər gün söz yarada bilirik. Dəmirçi sözü varsa, sabah taxtaçı sözü də ola bilər. Yəni bu potensialı da nəzərə almaq lazımdır deyə akademik bildirib.